Xoş gördük əziz dinləyicilər. Biz ki, Amerika nümayəndələri artıq bizim regionumuzda da, Qafqazda da kifayət qədər fəallaşıblar. Məsələn, Amerikanın Rusiya üzrə nümayəndəsinin Azərbaycana gizli surətdə gəlməsi, məsələn, baş katib Marko Rubio'nun Azərbaycan və Ermənistan arasında sülhün bağlanmasının vaxtı gəlib çatdığını və yaxud da siyasi məhbusların azad edilməsi məsələsinin ortaya qoyulması avtomatik surətdə həm Azərbaycan Xarici İşlər Nazirliyinin, həm Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən verilən açıqlamalar, nəsə 17 maddədən ibarət olan müqavilənin artıq bitdiyinin, şərtlərin tamamilə razılaşdırdığının biz şahidi olduq. Bu günləri Trump məsələsi, Trump hakimiyyəti digər yerlərdə öz mövqeylərini zəiflətmək istəsə də, yəni pul gələn yerlərdən, pul daha çox xərclədiyi yerlərdən, daha çox xeyir götürmədiyi yerlərdə öz istəklərini zəiflətsə də, amma Qafqazda kifayət qədər maraqlı görsənir və bununla bərabər həm də Trump'ın bilirsiniz ki, hakimiyyətə gəldikdə sülh deyə ortaya çıxdığı sülh göyərçini kimi özünü göstərməsi Ukrayna-Rusiya müharibəsində sülhü yarada bilməyəcəyini artıq bunun anonsunu alır və bu mənada onun sülh göyərçinliyi üçün hər hansı bir sülh hadisəsini ortaya çıxartmaq üçün ən gözəl vasitələrdən biri Azərbaycan və Ermənistan arasındakı olan münaqişədir ki, 30 illərdir bu münaqişə davam etmişdir. Bu günləri sülh bağlamaq üçün demək ki, gözəl bir şərait var və böyük ehtimal Trump hakimiyyətinin Azərbaycan hakimiyyətinə və Ermənistan hakimiyyətinə ciddi surətdə biz təzyiqlərini görəcəyik və böyük ehtimal mən belə düşünürəm ki, ilin sonuna qədər Azərbaycan-Ermənistan arasında sülh sazişi imzalanacaq və oval ofisdə biz Azərbaycan rəhbəri ilə Ermənistan rəhbərini görə bilərik. Amma bununla yanaşı Azərbaycan televiziyalarında hiss edirsinizsə, yenə də Azərbaycan saytlarında Ermənistan Azərbaycana atəş açır. Yenə də Azərbaycanın hansı saytlarında Ermənistan müharibəyə hazırlaşır. Yenə də Azərbaycanın o mətbuat orqanlarında Ermənistan hücuma hazırlaşır, Ermənistan silah yığır, Ermənistan, baxın mənim əzizlərim, bunlar yalandır. Bunlar yalan məlumatlardır. Heç bir qüvvə Ermənistandan Azərbaycana qarşı hərbi münaqişəyə hazırlaşmır. Əvvəla Ermənistanın belə bir gücü yoxdur, bir. İkinci, Ermənistan tabiri caizsə soyuq supunu filyə içən bir dövlətdir. Bu günləri sülh sazişi üçün əlindən gələni etdiyi bir şəkildə onun atəşkəsi pozması mümkün deyil. Bunlar sadəcə olaraq Azərbaycanda bəzi qrupların və Ruspərəst, Rusiyanın o 5-ci kolonunun bilirsiniz ki, artıq Amerika ilə Azərbaycan arasında müəyyən bir isti münasibətlərin ortaya çıxması şəraitində tez bir zamanda Rusiya öz parlamentinin rəhbəri, Dumanın rəhbərini Azərbaycana göndərdi və yenidən Azərbaycan o 5-ci kolon, Azərbaycan hökumətinin içərisində olan 5-ci kolon o Rusiya pərəstlərə orden paylamaya başladılar. Niyə görə Elmira Qafarova ya da Sahibə Qafarovaya orden paylamalıdır? Niyə orden verir? Rusiyanın ordeni sənin nəyinə lazımdır? Putinin ordenləri sizin nəyinizə lazımdır? Məgər bu qədər faciələr bitmədimi? Məgər dünənləri hələ də Azərbaycanın təyyarəsinin vurulmasına görə Rusiya tərəfi bizdən üzr istəməyib? Nə oldu yenə orden aldınız? Əgər sizin o necə deyərlər, bir etirazınız olsa, bir vətəndaş mövqeyiniz olsaydı, o ordeni qaytarardınız. Deyərdiniz ki, bu ordeni apar qaytar ki, Putinə, sadəcə Azərbaycan xalqından üzr istəyinə, bizə bu bəs eləyər. Yenə də orden paylamağa gəliblər, yenə Rusiya fəallaşır, yenə demək, sözümün canı ondan ibarət ki, o 5-ci kolon yenidən ortaya çıxır. Azərbaycanla Ermənistan arasında sülh sazişinin ortaya çıxması, artıq bunun imzalanması mövqeyi görsəndikdən sonra yenidən Rusiya fəallaşıb, yenə onun ruporluğunu eləyənlər Ermənistan Azərbaycana atəş açdı, Azərbaycanla müharibəyə hazırlaşır, Ermənistanda gücləndirilib, baxın Ermənistana kim nə qədər silah versin, bugün Ermənistanın nə iqtisadi, nə sosial bazası yoxdur ki, o Azərbaycanla vuruşsun və bu günləri Azərbaycan ordusunun səviyyəsində Ermənistanın ordusunu o səviyyəyə çatdırmaq üçün mənim əzizlərim milyardlarla dollara ehtiyac var və 2-3 milyon yenidən bir əhaliyə ehtiyac var. Bu da ki, mümkün deyil.
Bunlar yalan xəbərlərdir. Azərbaycan televiziyaları sizə yalan xəbər verir. Bunlar 5-ci kolonun törəmələridirlər. Bu günlərə Azərbaycanla Ermənistana sülh vacibdir. Bu sülhün imzalanması şəkildə şəraitində Azərbaycan və Ermənistan ümumilikdə Qafqaz evi Avropaya inteqrasiya etmiş olacaq ki, bu da bizim üçün və bizim regionumuz üçün, bizim balalarımız üçün xeyirli bir gün və xeyirli bir ölkənin ortaya çıxmasına gətirib çıxardar. Təşəkkür edirəm.